Həmrəylik günü münasibətilə yeni münasibət təbrik edirəm. Əslində bu hadisələr 1987-ci ildən 17 noyabrdan başlayıb, yəni Topxana meşəsinin yanması ilə etiraz aksiyalarla başlayıb meydan hərəkatına. Və ondan sonra da bilirsiniz ki, 88-ci ildə bizim soydaşlarımız Qərbi Azərbaycandan deportasiya oldular və ondan sonra insanlar 89-cu ildə bu sərhəd hərəkatına başladılar. Yəni mən hesab edirəm ki, bu iki tərəfli bir məsələdir. Həm bizim Qərbi Azərbaycanlıların deportasiyasından doğan bir etiraz forması olan Rus imperiyasına qarşı mübarizənin bir forması idi. Çox şükür ki, 30 avqustda 91-ci ildə bəyannamə imzalandı, istiqlal bəyannaməsi və 18 oktyabrda biz dövlət müstəqilliyimizi əldə elədik. 92-ci ildə də Azərbaycan ilk dəfə öz prezidentini seçdi. Çox sevindirici haldır və 95-ci ildə də konstitusiya qəbul olundu. 2020-ci ildə də biz torpaqlarımızı işğaldan azad elədik. Əslində bu ardıcıl şəkildə millətin, xalqın nailiyyətləridir. Bizim də ən böyük nailiyyətimiz də odur ki, ölkədə bütün siyasi məhbuslar azad olunsun və Azərbaycan azad və demokratik bir cəmiyyətə doğru bir Avropa inteqrasiya edən bir ölkə olsun. Bizim ən böyük arzumuz odur ki, Türkiyə kimi güclü, qüdrətli bir demokratik bir ölkə olaq. Diqqətinizə görə çox sağ olun.